Samur Yalama Milli Parkının qucağında təbiət öz nağılını danışır. Burada hər bir yarpaq, hər bir çiçək, hər bir çəmənlik və sakit dəniz səssizcə həyatın mənasını bizə təqdim edir. Allahın əllərindən çıxan bu gözəlliklər sanki zamanın ən saf anlarını özündə cəmləyir. Göy üzü yerə sarılıb sonsuz bir harmoniya içində rəqs edir. Bütün bunlar insan ruhunun dərinliklərindəki sükunəti tapmasına çağırır. Təbiət burada nəinki gözəlliyini, həm də böyüklüyünü bizə göstərir. Buranın hər küncündə Allahın hikmətini, yaradılışın zənginliyini hiss edirik. Hər addımda, hər nəfəsdə yeni bir dünyaya yola çıxırıq. Bu möhtəşəm təbiətin bir hissəsi olmağımız ən böyük nemətimizdir. Bura yalnız milli park deyil, o təbiətin gözəlliyinin, həm də insanın ruhunun dərinliklərini kəşf etdiyi bir yerdir. İnsanın özünü tapması, həyatın həqiqi mənasını anlamağa başlaması üçün bir səfərdir. Burada hər şey bir-birini tamamlayır. Dənizin sakitliyi, çəmənlərin genişliyi, bulaqların təmizliyi, göyün təmizliyi və yerin dərinlikləri. Bu yerlərdə həyatın mürəkkəbliyini, amma bir qədər də sadəliyini görürsən. Hər bir ətrafa atdığınız addım özünüzə daha yaxın olmağınızı hiss etdirir. Təbiət burada ümid və yenilik mesajı verir. Hər şeyin öz yeri və zamanı var. Burada hər bir ağac öz kökləri ilə yerin dərinliklərinə sıx bağlıdır. Göylə yer arasında bir körpü yaradaraq sükunət və harmoniya gətirir. Allahın bu möhtəşəm təbiəti bizə bəxş etməsi, onun sonsuz mərhəmətinin və əzəmətinin bir təcəssümüdür. Samur Yalama Milli Parkının hər küncündə, hər nəfəsdə Allahın gücünü və böyüklüyünü hiss edirik. Bu təbiət sadəcə gözəl bir mənzərə deyil, həm də bir dərs, bir xatırlatmadır ki, hər şey onun əlindədir və biz bu möhtəşəm yaradılışın bir parçası olmaqla əvəzolunmaz bir nemətə sahibik. Dənizin dalğaları sahilə vurduqca bir zamanlar bir-birini heç görməyən dünyalar birləşir. Həyat öz qaydaları ilə təkrar başlayır. Ətrafdakı qum, daş, çınqıl öz rəngləri ilə bu gözəlliyi daha möhtəşəm edir. Onlar sanki Allahın əzəmətini və sonsuzluğunu bizə izah edən çox sayda rəsm əsərləridir. Təbiət burada danışmaz, amma bizə çox şey öyrədir. Sevgi, gözəllik və əbədilik.